Salam əziz abituriyentlər, bugün sizlərə buraxılışa hazırlıq üçün sınaq imtahanı birin izahını verəcəm. İlk sualdan başlayalım. Birinci sualda qeyd olunur ki, natural ədədi B ədədi 5-ə böləndə qalıqda 4 alınır. B kvadratı üzərinə gəlir 2B üzərinə gəlir 3 ədədinin 5-ə bölünməsindən alınan qalığı tapın. Demişik ki, burada qayda bilərik ki, qalığı götürürük, hərfin yerinə yazırıq. Yəni B-nin yerinə 4 yazacağıq. Olacaq onda 4-ün kvadratı üzərinə gəlinsin 2 vurulsun 4 üzərinə gəlinsin 3. Eləyəcək bu 16 üzərinə gəl 8 üzərinə gəl 3 bərabərdir 27. 5-ə bölünməsindən alan qalığı soruşur. 27-ni böləcəyik 5-ə. 5 dəfə düşəcək. Qalıq da qalacaq 2. Olacaq düzgün cavab B variantı. İkinci sualda bizdən soruşur ki, A-nı tapın. Bu tipli misallarda normalda sıra ilə, çıxma ilə gedirdi. Amma burada baxıram ki, 4, 9, 16, A kvadratı nəyəsə kvadrat formasında gedir. Onda bu 4-ü 2-nin kvadratı kimi fikirləşəcəyik. 9-u 3-ün kvadratı kimi fikirləşəcəyik. 16-ı isə 4-ün kvadratı kimi fikirləşəcəyik. Müxtəsər kimi bir dəfə yazarıq 1 çıxılsın 2-də 1. Bir dəfə isə 1 üzərinə gəl 2-də 1. Vur olsun. Sonra 1 çıxılsın 3-də 1. 1 üzərinə gəlinsin 3-də 1. 1 çıxılsın 4-də 1. 1 üzərinə gəlinsin 4-də 1. Vurulsun. Ən sonda bu 1 çıxılsın A kvadratında biri bir dəfə 1 çıxılsın 1 böl A. Bir dəfə isə 1 üzərinə gəl 1 böl A bərabərdir. 20-də 11 kimi yazmaq olar. İndi 1-dən 2-də 1 çıxanda qalacaq 2-də 1. 1-in üzərinə 2-də 1 gələndə olacaq 2-də 3. 3-də 1-in çıxanda 3-də 2. Toplayanda 3-də 4. 4-də 3, 4-də 5 və s. Gəldik bura. A-da A-nı 1-ə vururam. A çıx 1. Vurulsun. A qalır mərkəzdə. A-nı 1-ə vuranda A plus 1. Və bərabərdir 20-də 11-ə. Buradan çarpaz şəkildə baxıram. Baxın, bu formada ixtisarlar gedəcək hamısında. Yine bu da eyni formada. Başdan qalacaq 2-də 1. Burada isə qalacaq A üzərinə gəlib 1 bölünsün A bərabərdir 20-də 11-ə. Buradan A plus 1 bölünsün A bərabərdir 20-də 11-i vurmalıyam 1-də 2-yə. Bu da 2 ilə 20 ixtisar getsə 10-da 11 qalacaq. Yəni A plus 1 bölünsün A bərabərdir 10-da 11-ə. Çarpaz vursam 11-i A-ya vuranda 11A bərabərdir. Onu 1-ə vuran, A-ya vuranda olacaq burada 10-a. Onu 1-ə vuranda olacaq 10. 11-a'dan 10-a çıxanda 1-a qalır. A bərabər oldu 10-a. Düzgün cavab olacaq 10. Üçüncü sualda bir qarşılıqlı bucaqlardan biri 2x üstə gəl 3-ə, digəri isə 3x çıxılsın 8-ə bərabərdir. Qarşılıqlı bucaq deyəndə, məsələn, bu formalı bucaqdır. Bunlar bir-birinə bərabərdirlər də. Yəni 2x plus 3 buradır. 3x çıx 8 də buradır. Qarşılıqlı bucaqlar bir-birinə bərabər olmalıdır. 3x çıx 8 bərabərdir. 2x üzərinə gəl 3. Buradan 3x çıxılsın 2x bərabərdir. 3 üzərinə gəl 8. X bərabər oldu 11-ə. X-in yerinə 11 yazsam, 2-ni 11-ə vuranda 22 üzərinə 3 gələndə 25 buradır. 25 də buradır. Bu bucaqların cəmini soruşur. 25 ilə də 25-i toplayanda cavab eləyəcək 50 B variantı. Dördüncü sualda malın əvvəlcə qiyməti 20% artırdım. Bu oldu 120. Sonra 20% aldıram. Bu da olur 80. Yəni 100-ün üstə 20 gəldi. Bir dəfə də 100-dən 20 çıxdım. Bunları vurdum bir-birinə, böldüm 100-ə. Sıfırlar getsələr 12-ni 8-ə vuran 96 eləyəcək. Əvvəlcə 100% idi. İndi 96% olub. Yəni deməli bu 4% nə eləyib? Azalmış oldu. Sonra 5-ci sualda alfa bucağını tapın. Mən demişəm ki sizə, burada hər zaman bax, bu mərkəzi olan hissədən bir dənə paralel düzxət keçirmək lazımdır. İndi burada 150 ilə buradakı bucaq daxili bir tərəfli bucaqlar olduğuna görə cəmi 180 olmalıdır. Bura 150 isə bura 30 qalır. İndi 80-in 30-u getdi bu aşağıya. Onda bura qalır 50-si. Biraz onu kiçik göstərim. Yəni bu hissə bizdə oldu artıq 50. Bura 50-dirsə, onda bu hissəni taparam. 50 ilə də buradakı x bucağı daxili bir tərəfli cəmi 180 eləməlidir. 50-dirsə, onda x-ə 130 qalır. X 130-dursa, avtomatik alfa da 130-a bərabərdir qarşılıqlı bucaqlar çünki. Sonra 6-cı sualda. İdmançılar əvvəlcə cərgədə 9 nəfər, sonra isə 15 nəfər olmaqla düzüldülər. İdmançıların sayı 120-dən çox, 150-dən isə az olduğunu bilərək onların sayını tapın. Əvvəlcə biz burada 9 ilə 15-in əkobunu tapmalıyıq. 9 ilə 15-in əkobu bizə 45 verəcək. Bunu bildik.
İndi mənə lazımdır 120-dən çox 130, 150-dən az. 120 ilə 130-un arasında 45-ə bölünən ədəd axtarmaq lazımdır. O da neçə eləyəcək? 135 eləyəcək. 45-ə bölünən orada 135 var. Sonra 7-ci sualda. Əvvəlcə sağda verilən bu ifadəni sadələşdirin. Bir qalsın. Məxrəzdəki ifadəni ortaq məxrəcə gətirsəm AB olacaq. Burada B-ni 1-ə vuranda B eləyəcək. Plus A-nı 1-ə vuranda A eləyəcək. Biri bu ədədə böləndə tərs çevrilir. Olur AB bölünsün A üstə gəl B. AB-nin qiymətini verib mənə 4-də 1. Bura yazaram 4-də 1. A plus B-də 4-də 3. Burada yazaram 4-də 3. 4-lər getsə cavab qalacaq burada 3-də 1. Yəni B variantı. Sonra gəldik 8-ciyə. Deyir ki, hazırlıq kursunda oxuyan qızların sayının oğlanların sayına nisbəti 5-də 3-dür. Əgər kursda 320 nəfər şagird təhsil alırsa, bunların neçə nəfəri oğlandır? Demişəm ki, burada sırayla yazmaq lazımdır. Yəni kəsrlə yazmağa ehtiyac yoxdur. Qızların sayı birinci gəlib, ona görə 3x-i götürürəm qızlara. Oğlanların sayı ikinci gəlib, 5x-i götürürəm oğlanlara. Yəni onda buradan yazırıq ki, qızlar bərabərdir 3x-ə, oğlanlar da bərabərdir 5x-ə. Onda bütün sinif nə qədərdir? Общий şagirdlərin sayı 3x burada, 5x burada, 8x oldu. Deyir ki, əgər kursda 320 şagird varsa, yəni 8x-i bərabər eləməliyəm mən 320-yə, x bərabərdir 40-a. Bizdən oğlanları soruşur, 40-ı gətirəcəksiniz, burada yerinə yazasınız. 5-i vuracaqsınız 40-a, eləyəcək cavabımız 200. Yəni sinifdə 200 oğlan var imiş. Sonra 9-cu sualda deyir tam hissələrinin cəmini tapın. Kökaltı ifadələrdə tam hissəni tapanda nəyin kvadratı ora yaxın son götürmək lazımdır. 1, indi burada mənfi kökdə 3 var. 1-in kvadratı yaza bilmərəm. Niyə? Çünki qabaqda mənfi var. Mənfi olanda birini artıq götürmək lazımdır. Mənfi kökdə 3-dür. Bunun tam hissəsi mənfi 2-yə bərabərdir. Buradan alıram mənfi 1. Sonra 1 üzərinə gəl. Kök altda 2-nin tam hissəsi yenə 1-dir. Çünki 1-in kvadratı 2-yə yaxındır. Bu da mənə 2 verəcək. İndi arada nə var? Bunları nəyi soruşur? Cəmini soruşur. 2 ilə də mənfi 1-i toplayanda müsbət 1 verəcək. Olur B variantı. Sonra 10-cu sualda. Deyir ki 500 qram 10% duz məhluluna. Bu bizim qabımız olsun. Bunun içərisində deməli 500 qram 10%li duz məhlulu var. Və mən bura su əlavə eləməliyəm. Bura gəlməlidir plus su, yəni x. Və axırda alınıb 8% məhlul. Bunu hesablamaq üçün birinci qabın içindəkiləri bir-birinə vurmaq lazım demişəm. 500 vurulsun 10. Bərabərdir. 500-ün üzərinə x gəldi, yəni su gəldi. Alındı burada 8%li məhlul. Bunu hesablayaq görək nə tapacağıq buradan. 8-i bölərəm 4-ə düşər 2. 500-ü bölürəm 4-ə düşür 125. Buradan 2-ni 2-yə böl, 12-yə 5. 125-i 5-ə vuranda 625 bərabərdir 500 üzərinə gəl x. Buradan x-in qiyməti alınıb 125. Oldu Y variantı. Sonra 11-ci sualda düz xətt üzərində bir nöqtədən 8 şüa çıxır. Alınan bucaqların sayını tapın. Bucaqların sayılma qaydası iki cürdür. Biri var ki, n vurulsun, n çıxılsın, 1 düsturuna bölünsün, 2 düsturuna istifadə eləyəsəm. Bir də var rəqəmlə yazıb toplayasam. 2 sorunun ikisini də yazacağım bura. Bir düz xətt üzərində bir nöqtədən, bu nöqtəni qeyd elədim. 8 dənə şüa çıxır. Məsələn, 1, 2, 3, 4, 5, 6, 7, bu da olsun 8. 8 şüa çıxdı, 2 dənə də qaralar var. Deməli, burada ümumiyyətlə 10 şüa alındı. 10 şüa alındı. Bucağın sayı n vurulsun, n çıxılsın, 1 bölünsün 2 ilə hesablanacaq. Yerinə yazanda 10 vurulsun, ondan 1 çıxanda 9 bölü 2. Bu mənə verəcək 45. Ya bu üsulla gedərəm, ya da ki, bunları çəkəndən sonra bucaqların içərisində rəqəmlə 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. 1-dən 9-a qədər ədədləri toplayaram. Bu da bizə verəcək yenə 45. Hər iki halda yoxlamaq olar. Cavab olacaq A variantı. Sual 12-də burada bir balaca texniki səhv var. Burada bölmə var idi, nisbət deyir. 1, 2, 3 nisbətində. 3 hissəyə bölünüb. Deməli, buradan götürürəm A, B parçası.
Bunu 3 yerə bölürəm. Məsələn, C olsun, burada olsun D nöqtəsi. Birinci yazıram 1x, çünki 1 nisbətindədir. İkinci 2 nisbəti 2x-dir. Üçüncü isə 3x olacaq. Deyir ki, birinci və üçüncünün ortasında arasındakı məsafə 32'dir. Birincinin ortadan böləndə düşəcək bura 0,5x. Burada 0,5x. Üçüncünün də ortadan böləndə düşəcək bura 1,5x. Burada 1,5x. Məndən soruşur ki, bu qırmızı nöqtələr arasındakı məsafə. Yəni, buradan bura qədər olan məsafə 32-yə bərabərdir. Onda yazıram 0,5x. Üzərinə gəl 2x. Üzərinə gəl 1,5x bərabərdir 32-yə. Bunlar toplayanda 4x bərabər 32-yə, x bərabər oldu 8-ə. Məndən soruşur ki, parçanın ümumi uzunluğunu tapın. Ümumi parça, AB parçası neçə x-ə bərabərdir? 1x, 2x, 3, 3 də burada 6x-ə bərabərdir. X-i yenə 8 yazanda 6 vur 8 eləyəcək 48. Yəni parçanın uzunluğu 48-ə bərabər imiş. 13-cü sualda A ədədi B-nin 75%-ni təşkil edirsə, B yanı neçə faizini təşkil edir? Əgər bir məsələdə 1% varsa, qayda belə idi ki, 100 vurulsun, 100 bölünsün həmin məsələdəki faiz, yəni 75 faizə. İxtisar eləsəm 75-i 25-ə bölərəm 3, bunu 25-ə bölürəm 4. 4-ü 100-ə vuranda 400, burada isə 3. Olacaq o zaman C variantı 400 bölünsün 3-ə bərabər. Sonra 14-cü sualda. M-in qiyməti bərabərdir. Qarşısına 2 var deyə 2x götürürəm. N-in qiyməti 3x götürəcəyik. Yenə burada N-in qiymətini 2x götürəcəyik. Bu hissədə R-in də qiymətini 3x götürdük. N-lər bir-birinə fərqlidir. 2 ilə 3-dür. 2 ilə 3 ortaq 6-dır. Onda bunu 3-ə vurmalıyam ki, 6 bərabər olsun. 6x bura, 9x bura oldu. Bunu isə 2-yə vurmalıyam. O eləyəcək bu 4x, bu da eləyəcək 6x. İndi R, yəni 9x, üzərinə gəl M, yəni 4x, çıx N, yəni 6x. Bərabər 28-ə. Bu bizə verdi 7x bərabər 28-ə, x bərabər 4-ə. Bizə nəyi soruşur axırda? M-i. M nəyə bərabər idi? 4x-ə. X-in qiyməti 4-də. 4-ü vururam 4-ə, cavab eləyəcək 16. Sual 15-dən. Deyir ki, dairənin radiusunu, mən sizə qayda demişəm ki, lap faiz dərsinə baxa bilərsiniz. Səhifədə izahları var onların. Dairənin radiusunu olanda, bir də kvadratın sahəsi olanda, düstur belə idi, dairənin sahəsində pi, radiusun kvadratı var idi. Bunun həlli yoluna, yekun versiyasında belə yazırdıq. Radiusu artırırdıqsa, məsələn, 100-də neçə faiz artırıramsa, faiz üzərinə gəl 100 yazmalıyam. Əgər azaldıramsa, çıxma yazıram da. Kvadrat var deyə, kvadratı faiz hesablayıram deyə bunu 100-ə vurmalıyam. İndi belə eləyək. Radiusu 10% artırıramsa 100-də 110 olacaq bu. Mötərizənin kvadratı vurulsun 100%-ə. Bunu hesablayacağım. Sıfırlar geçsin. Bu olacaq 100. 11-in kvadratı da 121. Vur 100. Yüzlər getdi. Alındı burada 121. Əvvəl 100% olub. İndi isə 121%. Deməli onda 21% artır. Bu qədər sadə. 16-da bir işi 9 işçi 12 günə 12 gün. Eyni işi 15 işçi isə x günə yerinə yetirir. İşçi ilə gün tərs mütənasibdir. Tərs onu qarşı-qarşıya vururam. 15-i vururam x-ə, 9-u vururam 12-yə. Bu da eləyəcək. 9-u 12-yə vuranda 108 bölünsün 15. Bu da bizə verəcək 7,2. Sonra sual 17-də. Hesablayın. Əvvəlcə bunu düzgün olmayan kəsə çevirirəm. 2-də 2-ni 1-ə vururam. Üzərinə 1 gəlirəm. 3 vurulsun. Buranı çevirəndə 3-də 3-ü 2-yə vururam. 6, 1 də burada 7 vurulsun 7-də 1 plus 1. Bu da bərabərdir. 2-də 3 qaldı. 7-lər buradan gedir. Qalacaq 3-də 1 üzərinə gəl 1. 3-də 1-in üzərinə 1 gələndə 3-də 4 eləyəcək. 2-də 3 vurulsun 3-də 4. 3-lər gedəcək. 4-ü 2-yə böləndə 2 qalacaq cavab. Sonra sual 18-də. 18 tipli suallar haqqında qıraqda sizə bir şey deyim. Məsələn, dövrdən bağlı. Bax, 0 tam dövrdə A yazıram. 0 tam dövrdə A yazıram. 0 tam dövrdə nə qədər A yazırsan yaz. Bunların hamısı bir dənə 0 tam dövrdə A deməkdir. Yəni, dövrdə eyni ədədlər olanda bunu bir dəfə yazsan bəs eləyəcək. Və nümunə göstərirəm. 0 tam dövrdə 3 mənə verəcək 9-da 3. İxtisar aparsaq 3-də 1. 0 tam dövrdə 33. Eləyəcək 99-da 33.
İxtisar eləsəm qalacaq burada yenə 3-də 1. Sıfır tam dövrdə 333 yazsam, bu eləyəcək 999-da 333. İxtisar eləsək, nə qalacaq burada yenə 3-də 1. Görürsünüzmü? Dövrdə eyni ədədlərin təkrar olunda bir dəfə yazmaq kifayət edir ona. Deməli, mən buradan bu A-nı silirəm, buradan da bu 2 dənə A-nı silirəm. Məxrəcdə hamısına 0 tam dövrdə A oldu. Sürətdəkiləri toplayıram. A-ları toplayanda 3A eləyəcək, bərabərdir, 3A qalacaq. Bunu çevirirəm, yazıram 9-da A. Nə olacaq? Bu 9 yuxarı qalxır. 3A vur 9 aşağıda A. A'lar da gedəcək 9 dəfə 3 27. Düzgün cavab olacaq 27. Sual 19-da. Əvvəlcə bu tipli misallarda bunların əkobunu tapmaq lazımdır. Əkob 3, 2 və 5. Bu eləyəcək 30. Onda yazıram. 3A bərabər 30-a, A bərabərdir 10. 2B bərabərdir 30-a, B bərabərdir 15. 5C bərabər 30-a, C bərabər 6. Gətirək burada yerinə yazaq. 2-ni vururam A-ya, yəni 10-a. Oldu 20. 3-ü vururam B-yə, yəni 15-ə. Oldu 45. Yenə 3-ü 15-ə vuranda 45. 5-ə vururam C, 6-da 6-ya 30. Yuxarıda alınacaq 65, aşağıda alınacaq 15. Hər ikisi 5-ə böləndə 3-də 13 qalacaq düzgün cavab. Sonra sual 20-də bir sinifin müxtəlif dərnəklərində iştirak edən şagirdlərin sayı cədvəldə verilib. Diaqram lazım olacaq bizə burada. Bu 1, bu 2, bu da olsun 3. Çünki 3 dənə fən var burada. Deməli, fənlərimiz hansılardır? Riyaziyyat, fizika və kimya. Həmişə 2 dənə olandan başlamaq lazımdır. Riyaziyyatla fizika 3 nəfərdir. Bura riyaziyyat, bura fizika, ortaya yazıram 3. Sonra kimya ilə fizika 5 nəfərdir. Kimya ilə fizikanın ortasına yazmaq lazımdır 5 nəfər. Daha sonra riyaziyyatla kimyanın ortasına yazmaq lazım 4 nəfər. Sonra riyaziyyatda ümumiyyətlə 13 nəfər olmalıdır. 4-ü istifadə olunub, 3-ü istifadə olunub, 7, əlində qaldı 6-sı. Fizikada da 13 olmalıdır. 3-ü burada, 5-i burada, 8, deməli yerdə qaldı yenə 5-i. 4 ilə 5 9 eləyəcək, 13 eləmək üçün 4 lazımdır. Bunun içində, bu diaqramın hamısının içində bütün ədədləri toplayırsınız. Deməli, sinifdə 27 dənə şagird var imiş. Sonra deyir ki, üçbucağın iki tərəfi 11 və 13 olarsa perimetrini ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin cəmini tapın. Əvvəlcə üçbucağı qeyd edeyim. 11, 13, burada yazıram x. Qayda belə idi ki, 11 ilə 13 toplayanda 24-ü sağ tərəfə yazırdıq. 13-dən 11 çıxanda 2 yazırdıq. Burada x-in ən kiçik qiyməti bərabər 3-ə, x-in ən böyük qiyməti bərabər 23-ə. Perimetri tapmaq üçün birinci 3-ü yerinə qoyuram. Perimetrin ən kiçik qiymətini tapanda 11-i, 13-ü və 3-ü toplayıram. Bu bizə verəcək 27. Perimetrin ən böyük qiymətini tapanda x-in yerinə 23-ü qoyub hesablayacağam. 11-i, 13-ü və 23-ü toplayacaqsınız. Eləyəcək 47. Bizdən perimetrin ən kiçiyi ilə ən böyük topla deyir. Ən kiçik 27, ən böyük 47. 27 ilə də 47-ni toplayanda eləyəcək 74. Sonra 22-də adi parçası üçbucağın tənbölənidir. A, B, C yazıram. Adi tənbölənidir. Deyir ki, dəqiqə. Aha. AB 16, AC 20, DC çıx BD 2-dir. Məsələn, bura x-dir, bura y-dir. Tənbölən xassisi belə idi də. 16 bölünsün x, 20 bölünsün y. Buradan alıram ki, 16-ın 20 xısa gedəcək də burada. 4-ə. Burada qalır 4, burada qalır 5. X-imiz bərabərdir 4K-ya, y-imiz də bərabərdir 5K-ya. Yəni, bura 4K yazıram, burada 5K yazıram. Deyir ki, DC, yəni 5K, çıx BD, yəni 4K bərabərdir 2-yə. Buradan K bərabər oldu 2-yə. K-nın yerinə 2 yazsam, 4-ü 2-yə vuranda bura 8, 5-i 2-yə vuranda bura 10 olacaq. Məndən BD-nin soruşur, cavab olacaq. Deməli, 8. Sonra, sual 23-də bir-iki standart şəkildə yazılsın. Standart şəkildə yazılsın. Vergülü 2 tam, 3 tam, 4 tam, 9 tama qədər gələ bilərəm. 9-u keçə bilməz. 2 tamdan yazıram. 2 tam %45. Vurulsun 10 üstündə. Vergüldən sonra ədədləri sayıram. 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. Tərtibə 8 yazıram. Qiymətli hissə bərabərdir 2 tam 45-ə.
Tərtib də bərabərdir 8-ə. Bunların cəmini soruşur. Toplayanda 10 tam %45 eləyəcək. Sonra sual 24-də. Deyir, tam və kəsr hissəsinin hasilini tapın. Kök altda 23 çıxılsın 8-in tam hissəsini tapanda kökdə 23 qalacaq. Çıxılsın 8. Bunu yazıram. Tam hissə. İndi kökdə 23 nəyin kvadratına yaxındır? Məsələn, 5-in kvadratı 25. Çox oldu. Deməli, 4 götürmək lazımdır. 4 çıx 8. Bərabər oldu -4-ə tam hissə. Kəsr hissəni tapanda yadda saxlayırsınız ki, kök altı olan hissə qalır. Bu tərəfi atırırsınız. Kökdə 23-ün özünü yazıram. Bundan çıxmalısan kökdə 23 nəyin kvadratına yaxın idi? 4-ün. Çıxıram 4-ünü. Bu -4-dən bunların hasilini tapmaq lazımdır. Elə burada vururam. -4-ü -4-ə vuranda 16. -4-ü kökdə 23-ə vuranda -4 kök altında 23 yazmaq lazımdır. Bu da olur bizim hasilimiz. Gəldik 25-ci suala. Deməli uşaqlar, burada yazıram ki, B bərabərdir 6-da 7 plus 7-də 23 çıxılsın 8-də 19. A da bərabərdir 6-da 1 üzərinə gəl 7-də 2 çıxılsın 8-də 3. Bu misallarda tərəf-tərəfə ya toplamalısan, ya çıxmalısan. İki qayda var. Tərəf-tərəfə toplayanda 6-da 7 ilə 6-da 1 topladım, 6-da 8 ilədir. Bir mənası olmadı. İndi çıxmaya baxıram. 6-da 7-dən 6-da 1 çıxanda 6-da 6 qalır. Hə, deməli, nəsə o var burada. B çıx A bərabərdir. 6-da 7-dən 6-da 1-ni çıxanda qalacaq burada 6-da 6. Üzərinə gəl. 7-də 23-dən 7-də 2-sini çıxanda qalacaq burada 7-də 21 çıxılsın. 8-də 19-dan 8-də 3-ünü çıxanda qalacaq burada 8-də 16. Buradan da B çıxılsın A bərabərdir. 6-nı 6-ya böldüm 1, 21-i 7-yə böldüm 3, 16-nı 8-ə böldüm 2. B çıxılsın A bərabər oldu 2-yə. Mənə lazımdır ki, B-ni tapım. Onda B bərabərdir. Mənfi A-nı 2-nin yanına aparıram. Olacaq 2 plus A. Bu da olur bunun cavabı.